Həyatında elə bir dəyişiklik baş verir ki, bundan sənin xəbərin yoxdur və Tarotlar deyir ki, artıq belə deyim də, hansısa bir xəyalının gerçəkləşdirmə dövründəsən və bundan xəbərdar olmalısan. Gəl baxaq, nə gəlir həyatına, hansı xəyalın gerçəkləşir tez bir vaxtda. Artıq, yəni onu artıq yaşayırsan və buna xəbərin yoxdur. Kəndarındasan bunun. Nə gəlir həyatına? Yenilənirsən, tam olaraq yenilənmə bir dövrə gedir sənin həyatında. Mən sənə bir şey deyim. Yenə deyirəm, burada uzun zamandır ki, sevgi ilə əlaqədar qurban enerjisində olmusan, özünü qurban vermisən, münasibətlərdə, ilişkilərdə, hansı ki, çox verib az almısan, qram almısan, kilo verib qram almısan, duyğuları, hissləri, sevgini və bu dövr artıq bitir. Sevgi ilə əlaqədar bu dövr bitir. Yəni, nə hadisə baş veribdir, özün yaxşı bilirsən, çünki burada yenilənmədir. Ola bilsin, karmalarından təmizlənmirsən, ola bilsin, blokajlarını qırmısan, çakralarını yeniləmirsən, hər nədirsə, sən artıq əvvəlki insan deyilsən. Və artıq nə istədiyini, nə lazım olduğunu, nəyə layiq olduğunu bildiyin bir dövrdəsən. Burada yenilənirsən, burada bəzilərinizdə yeni bir enerji gəlir. Mən sənə bir şey deyim. Ola bilsin ki, burada 6-cı hissləri, duyğuları güclü olan kollegalarımız da var. Bir müddət idi ki, belə deyim də, durğunluq dönəmi idi. Gözünüzdə bağlılıq hiss edirdiniz, bəsirət gözünüzdə. Hansısa bir enerjinizin stopladığını hiss edirdiniz. Neysə bir şey eləmişsiniz. Burada bəziləriniz ola bilsin, həqiqətən də qurban kəsmişsiniz və yaxud da ki, hər nəticə, məsələn, qurban demişdiniz ki, filan şey hadisə olsun, qurban deyəcəm və yaxud da ki, öncədən demişdiniz. Hər nədirsə, yəni özünüz bilirsiniz. Bu durğunluq dönəmi keçibdir və yeni enerji gəlir sizə və bu yeni enerji sizə daha yüksək güc gəlir, daha yeni bir bilim gəlir sizə, yəni belə deyim, alın, qəbul edin bu yeni enerjini, çünki yenilənirsiz. Konkret olaraq, yenə deyirəm, sırf öz kollegalarımla əlaqədar burada yeni bir enerji, yeni bir güc gəlir, yeni bir bacarıq gəlir və yaxud da ki, bəsirət gözünüz daha da açılır, durğunluq dövrünüz keçir, hansısa bir bacarıq gəlir. Hər nədirsə, yəni onlarla əlaqədar odur. Belə deyim, kollega olmayanlarla, adi insanlarla əlaqədar deyirəm ki, bəli, həyatınızın qurban enerjisindən çıxmısınız və yeni enerji gəlir sizə. Yenə deyirəm, ola bilsin ki, həqiqətən özünüzdə təmizlənmişsiniz, bilinçlənmişsiniz və yaxud da ki, birdən-birə hansısa bir yuxumu görmüsünüz, neysə bir hadisə olubdur ki, və yaxud da ki, kiminsə, bəzilərinizdə kiminsə ölümü ilə əlaqədar fərqli bir düşüncə var. Tutaq ki, ətrafınızda kimsə rəhmətə gedibdir, elə bir şey olsa, Allah rəhmət edir və oturub fikirləşmirsən ki, dünya budur da, yəni mən niyə belə eləyim ki, yəni axırımız budur. Yəni belə deyim, hansısa bir hadisə baş veribdir və sən artıq dünya görüşünü dəyişmirsən. Belə bir şey var. Gəl baxaq, həyatına tez bir vaxtda nə gəlir? Gəl buna baxaq. Çünki burada yenə deyirəm, sərt bir dönüşüm yaşayan bir insanlar var burada və hər birinizə uğur arzulayıram yenilənmədə. Gəl baxaq, həyatına nə gəlir tez bir vaxtda? Nə gəlir həyatına? Sevgi ilə əlaqədar, münasibətlə əlaqədar, ilişki ilə əlaqədar uzun zamandır bir boşluqdaydınız. Uzun zamandır yarımçıq ilişkilər, yarımçıq münasibətlər yaşayırdınız. Uzun zamandır hər zaman münasibətlərdə, yenə deyirəm, bax bu sırf ən çox duyğusal boşluğunuzda olacaq burada. Sırf stabillik, uğur, şans, xoşbəxt bir sevgi münasibəti gəlir həyatınıza. Bu gəlir də, yəni nə deyim, yəni əsas burada duyğusal cəhətdən sol yanı boş olan insanlar var burada ki, mən niyə ilişkilərdə hər zaman ancaq mən nəsə eləyirəm, ancaq amma qarşılığını görmürəm. Qarşılığını görəcəyin, uğur qazanacağın tam bir, gözəl bir ilişki gəlir həyatıva. Yeni ilişki, yeni sevgi gəlir və burada bəziləri var ki, sənin həyatında keçmişdə sənə pislik eləyən insanlar burada qapıya gəlib səndən bağışlanmaq istəyəcəklər. Bağışlanmaq da, yəni onlar, belə deyim də, onlar o vəziyyətə düşüblərsə səndən bağışlamaq, amma təkrardan şans verməmək çıxır. Çünki bağışlandıqca daha da yüksələcəksən. Çünki onlar zaten sənin qarşına gəlib yalvarsınlar deyə o vəziyyətə düşəcəklər və səndən də tələb olunan, Allahdan, kainatdan səndən tələb olunan sadəcə bağışlamaq və uzaqlaşdırmaq olacaq ki, o geçtaltı bağladasan, o blokajı, o karmanı bağlayasan, bitdi, getdi. Çünki sənin həyatında yüksəliş var, uğur, şans var, qüdrət var. Aldım, qəbul elədim, yaz ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə